Salam aleyküm xanımlar, kanalıma xoş gəlmisiniz. Videomuzu davam edirik. Biz bu dəfə şalvarları çəkəcəyik. Bu hissədə və o hissədə olan tək şalvarları çəkəcəyik. Sonra başqa bir videoda şalvarlı dəstər, yupkalı dəstər, yəni əlavə o divarlarda olanlar da var. Yəni onlarda gələn başqa bir videoda çəkəcəyik. Hələ donlar var ayrıca çəkiləsi. Sonra üst geyimlər var, hicablar var. Hicablar düzdür çəkmişəm, onlara ehtiyac yoxdur çəkməyə. Sadəcə olaraq bir hicabın növünü çəkəcəm, hansı rənglər var deyə. Onu da bu videonun arasına, ya nə bilim, axırına salacağım ki, kim ki rənglərini görmək istəyirsə hicabların, dünən paylaşdığım hicabların rənglərini, onları da paylaşacağım. Buyurub indi keçək biz şalvarları göstərməyə. Belə şalvardır, enli, beli rezinli, balaqlı rezinli. Bunların da 4 rəngi var. Bir dəfə biraz qiymətlə deyəcəm. Ancaq bu videoda qiymət deyəcəm. Baxım görüm nə effekt olursa. Bu şalvarlar 35 manatadır. Baxız, belə bir material var. Nə nazikdir, nə qalındır, heç göstərməyən şalvarlardır. Belə balonka şalvar deyirlər də deyəsəm. Bu rəngləridir. Belə və belə rəngi. 4 rəngi qalıb bunların. Və belə bir şalvardır. Bu da heç göstərməyən. Belə cibli, beli rezinli, belə remenli, kəmərli. Bunun da qiymətini göstərim sizə. Sonra belə bir cins şalvarlar var. Bu nazik belə sərin belə cins kimidir. Baxız. Bu ölçü iləndir, səhv etmirəmsə. Ölçü ilə də, amma biri qalıb ancaq bundan. Seriyası bitib. Qabaqdan da cib var, arxadan da ciblər var. Çox rahat, sevilən bir modeldir bu da. Qiymətini göstərim. Deməmiş kimi olum yəni. Bu da həmçinin seriya iləndir, razmerləndir, ölçü iləndir. Belə bir boz şalvardır. Bu opsindən nisbətən biraz qalındır, amma ki, yenə də nazikdir bu da. Arxada ciblər yoxdur, ancaq qabaq hissəsində ciblərdir. Belə rezinkalıdır. Bu da qiymətini göstərim. Burada 2 dənədir. Belə. Gördünüz ki, yəqin ki. Bunun bu rəngi var. Bunun ölçüləri qalıb. Hələ ki, bozun ölçüləri var. Bu da onun açıq. Eyni modeldir də. Yoxsa yox. Eyni modeldir. Arxadan da cib var, amma bir tərəfində cib var da, iki tərəfində yox. Belə bir cib var. Bu da onun açıq rəngidir. Açıq mavi. Arxa hissədən belədir. Buradan 2 dənə şalvardır. Ölçülərini bura qoymuşuq. Qiymətindəki göstərmişdim də oxşun rənginin. 8 ölçü göstərim. Yəni bu videoda göstərəcəm də, yəni o videolarda göstərməyəcəm. Üzürlü sayız. Bu da belə kətan şalvarlardır. Bunun 2 rəngi qalıb, bir qara, bir qəhvəyi. Belədir. Arxada ciblər yoxdur. Enli belə bir şalvardır. 38. Və bu da kətan şalvardır. Bu sadəcə olaraq keyfiyyət baxımından ondan üstündür. Daha keyfiyyətlidir. Kətanların da növləri var da. Bu belə baxız. Burada da tikişi var. Burada da tikişi var. Belənci. Üst tikişi deyilir. Bu tərəfdə də həmçinin ciblər də var. Arxada ciblər yoxdur. Yanlarda ciblər var. Belə enli kətan şalvardır. Bunlar da ölçü iləndir. Qarasıdır, qəhvəyidir, ağdır. Bir də krem kapuçino rəngində. O da mənimki əynindədir. Sonra keçirik bu tərəfdəkilərə. Belə yupka brüki deyilən belənçi şalvarlı yupka var. Yupka şalvar deyilir də buna. Enli belənçi. Patkladkası da var. Baxas orada görünür. Belə bir rəngi var. Modelini göstərim. Bu 38'dir manat. Bu isə bu bahalı kətan 60'adır. Bunun bu rəngi var. Bir də bu rəngi qalıb. 2 rəngi qalıb bunların. Sonra belə bir cins. Cins da deməzdim. Bu başqa bir materialdır. Belə bir şalvar da belə mərmər teksturalı. Qabaq hissəsindən belənci. Botiçkalar kimi ilə cibli. Arxada da belə cibi var bir tərəfdə. Bu modellə, buradakı cins şalvarın modelinə oxşuyur. Bunun da qiyməti də eynidir. Deyəsən eynidir də bunlar. Modelləri eynidir. Sadəcə olaraq bu parçası fərqlidir. Sonra belə. Bu oradakidir ki. Niyə buradadır? Bir də belə bir mavi şalvardır. Enli. Bu da heç göstərməyən bir şalvardır. Baxız. Yupka kimidir. Məndəki dəstəki özüm tikdiyim dəstə. Köhnədən məni izləyənlər bilirlər ki, əvvəllər əl işi ilə məşğul idim. Yəni tikməyi də tikirdim özümə. Tikdiyim dəstələrdən biridir. Bir də bu tərəfdən göstərim sizə. İşığı da çevirim. Bu da belə bir şalvardır. Sadəcə olaraq bunun işıq üstünə vuranda vəbşə bilinir. Yoxsa bu qədər bilinmir. Patkladkasıdır.
Bu niyə patkatkasını eləyirdisə biz axıra kimi eləyirdik. Bu nədir belə? Nəysə, açıq şalvardan, amma ki əslində bu patkatka olmasa heç nə görünməz. Bu patkatka gözə girir. Bu patkatkanı belə götürülsə heç nə də görünməz də, yəni dəri bilinməz, bu patkatkaya görə bilinir. Bu biraz açıq rəngidir. Ölçü iləndir bu da. Bunun da 3 ölçüsü qalıb. M-dir, L-dir, bir də S qalıb. Bir də belə bir rəngi var. Ondan bir tık tünd. Kapuçino rəngi. Bu biraz kremi rəngidir. Kırıq beyaz deyirlər, nə deyirlər buna. Bu isə ondan daha tünd. Bu isə ondan da tünd. Belə bir rəngdir. Bunların da ölçüləri az qalıb. Əsas XL-lar gedib. Əsas XL-lar gedib, qalanlar elə S, M, L-dir. Bunda da həmçinin, bunda da həmçinin. Böyük razmerləri gedib bunların. Sonra belə bir şalvarlardır. Bunlar da kətan şalvarlarda çox qəşəng əyində qalır. Bu kətanı başqalarından çox qəşəng dəstləşdirmək olur. Bunun da 3 rəngi var. Bir bu 2 rəngi, bir də ki bu. Qiymətləri unutdum. Geçmişəm. Bu kətan şalvarlar bahalılarda. Bu 65 manatadır. Bunlar 45. Burada qalanlar 3 dənə Dağıstan malıdır. Belə bir Dağıstan modeli də var. Çox qəşəng modeldir. Sadəcə olaraq qiyməti yüksəkdir də bunların. Bunun qəhvəyi rəngi də var idi. O satılıb. Belə bir şalvardır. Üstü yupqadır, arxası da yupqadır. Çox qəşəng qalır. Özdə arıq xanımlara lap qəşəng qalır bu model. Belə bir modeldir. Bu isə sultankadır. Baxız, sport çox qəşəng, rahat bir modeldir. Nə yupqa kimi yupqadır, nə şalvar kimi şalvardır. Yupqa məsəl üçün geyinirsiniz, biraz külək olanda qalxır. Bu da ki, şalvar geyinməyən bacılar məsəl üçün bunu rahat geyinə bilər. Şalvar kimi də görünmür də. Yupqa kimi də külək olanda enli yupqalar biraz qalxır, narahatçılıq eləyir. Altdan da geyinməyə heç nəyə ehtiyac olmur. Əslində çox yaxşı modeldir bunlar. Bunları istəyirəm, reklamalar çəkəcəm, eləyəcəm. Baxım görüm bu tipdə dəstləşdirib hansısa ayrı-ayrı paltarları reklamını çəkmək istəyirəm. Sadəcə olaraq heç cür imkanlaşdırıb çəkə bilmirəm. Həm də ki, həvəslər olmasın da reklam çəkməyə. Təb gəlmir hələ ki. Bu da belə xətlidir. O birisi ağ xətli idi, bu qara xətli idi. Bu amma yupqadır. Belə ətəyi rezinkalı yupqadır. Bunların qiymətini desəm çox keçirdərsiniz. O 3 modeldə bu qiymətədir. Yəni bunları biz də baha almışıq deyə baha da satırıq yəni. Keçirik indi işığımızı da götürək. Kameramızı da götürək o birisi tərəfə. O birisi şalvarları göstərim sizə. Biraz tez-tez çəkmək istəyirəm ki, videoda uzun olmasın. Düzdür, indi yavaş danışırım. Belə bir şalvarlardır, klasik şalvarlardır. Düz şalvarlar belənçi. Bunların da ölçüləri var, rəngləri də var. Ölçü ilə bu şalvarlarda. Bu 28 manatadır bunlar. 28. Ölçüləri var. Böyükdən 2XL. Baxım görüm, ən yekəsi bu qəhvəyi rəngidir. Qəhvəyi rəngidəki 46 ölçüyə kimidir. Baxız. Klasik düz şalvar. Sonra belənçi şalvarlar var. Belə qabaq hissədən belə tikişlə. Bu da düz şalvardır. Bu da belə arxadan belə cibidir. Bu da ölçü iləndir. Bu 40 manat. O biraz belə parça fasondur, belə cod parça fasondur. Bu isə qara cinsdir. Bu enli modeldir artıq. Biraz belə baxız. Biraz belə akroglyonla kimi yumrulanır da elə bir içəri. Qəşəng modeldir bu da. Üstündə belə tikişləndir. Yəni bu da ölçü iləndir. Qiymətindəki göstərirəm. Qara cinsdir. Bunun da ölçüləri var. Hansı ölçüləridir? L-dir, S-dir, M-dir. Həmişəki kimi lap böyük ölçülər bitib. Bunlar Kaliforniya şalvarlardır. Çox rahat bir şalvarlardır. Geniş, enli, məsəl üçün 80-90 kiloluq xanımlara da gedir bu. Göstərim sizə. Belə yığcam olmağına baxmayaraq beli. Baxız, belə enlənir. Yəni enlənir xeyli. Baxız, nə belədir. Həm aşağısı enlidir, həm də yuxarısı. Bu da 22 manatdır. 22. Kaliforniya materialıdır. Bu da qırğız istehsalı olan belə içlik şalvar deyilir buna. Balağı belədir materialı. Kaliforniya kimi də deyil. Bunların materialları fərqlidir də. Başqa cürdür. Qırğızdır, Dağıstandır. Burada belə materiallar yoxdur. Hər ölkən deyəsən özünə uyğun materiallar var. Bu 30-adır. Yenə dediyim kimi bizə baha gəlir ki, biz də baha qoyuruq onlara. Bunlar da ki belə boş modeldir. İstədiyiniz belini necə istəyirsiniz, hansı enində istəyirsiniz, açıb eləyə bilirsiniz də, təmizləyə bilirsiniz öz ölçünüzə uyğun. Məsəl üçün ölçüsünü bu bir dəfə göstərmişəm də, yenə də göstərim sizə. Ki nə qədər enli olur deyə bu model. Balağını da istədiyiniz enində aça bilərsiniz, tam enli bağlaya bilərsiniz. Yəni ki, öz zövqünüzə, istəyinizə uyğun. Arı xanımlara da çox qəşəng görünür. Öz xanımlar geyinib üzərində görmüşəm, çox qəşəng də qalır. Buna baxın. 2 dənə mən keçərəm bunun içinə. Belə. Arı xanımlara da belə məsəl üçün belə yığılır. Koreyski stildə bu.
Koreydə şeylərdə görmüşəm bunlardan nə qədər qızların da əyinlərində. Prosta bunu təmizləmək lazım. Yəni kiməsə bu çətin gəlirsə iplərini çəkməyə, belinə bir dənə rezin taxtırsaz kifayət edir. Bunun da qiyməti 35 manat. İndi kommentariyalara zəhmət olmasa yazarsınız. Yəni mən kommentariyalar olsun deyə qiymətlər yazmıram. Kommentariya olanda da baxış da çox olur, şərh bölməsi də. İndi baxaq görək kommentariyada nələr yazacaqsınız. Ora boş qalacaq məndə. Bu da qəhvəyi rəngidir. Boz rəngi bir də qəhvəyi rəngi qalıb bundan. Bu tərəfdə bu birisi şalvarları da göstərim. Beləncə şalvardır, qabaqdan belə düyməli. Bu hissəsi yufka kimidir, amma arxasına baxırsınız şalvardır. Bunun da qiyməti 35. Bunun qarası bir də bu rəngi qalıb. Sonra belə bir cinslər var. Bunlar da ölçü iləndir. Bunlar biraz qısa modellərdir. Qısa boy xanımlara normal gedər, amma ki hündür boy xanımlara bu topuğa kimi. Bu şalvarlar belə bir qəpik üçün aksesuar da var. Qəpik qoymaq üçün. Arxadan belədir. Belə qəşəng cinsdir. Qəşəng də qal rəngində. Bunlar neçəyədir? 35. Bu da ölçü iləndir. Sonra belə bir model. Bunlardan isə hərəsindən tək-tək qalıb. İkisini də bir yerdə göstərim. Bu idi. Yox, bu başqasıdır. Belə bir, bu da qırağında belə tikişdən olan bir modeldir belə. Bozla yaşılın qarışığı belə bir rəngdir. Bu da həmçinin belə açıq cinsdir. Çox enlidir, belə çox qəşəng qal rəngində. Prosta böyük ölçüdür deyə bir tər görünür. Bunun böyük ölçüsü qalıb 2XL-dir bu. Bunun nabrut balaca razmerləri satılıb. Bir dənə böyüyü qalıb. Bu da belə ətəyi belə qatlıdır. Sonra kameranı çevirim. Beləsini keçdik bu tərəfə. Buradakı şalvarlarda, bu da ki belə bir. Bu da ki o kapşonlu köynələr göstərmişdim. Bu şalvarla o köynələr də çox qəşəng gedir. Nəyə görə? Dəst şəklindədir deyə. Dəst şəklində görünür də, çünki materialları oxşuyur. Baxız belə bir tikişi də var bu hissədə. Bu ciblər də belə açılıb bağlanar. Bu da ki bunun da rəngləri var. 30 manatadır bu. Bu iki rəngi, bir də bu rəngi qalıb. Bu isə belə bir sadə qara enli şalvardır. Bu materialı nazidir. Ciblidir. Bu da 25-ədir. Bu da yubka brüki olan orada var idi. Onun ələbəki biraz ensiz variantıdır. O daha enlidir belə qat-qatla. Bu isə biraz ona baxanda nisbətən ensizdir. Patqotkası da var. Bunun bu rəng, bu neçəyədir? Bir dənə qiyməti var bunun. Bu da 30'dur. Qiyməti niyə yoxdur? Nəysə. Bunların da rəngləri bunlardır. Qara, ağ, zil ağ deyil də, yəni qırıq beyaz, göy, bir də qəhvəyi. Qəhvəyi rəngləri qalıb. Bu rəngləri qalıb hangi qiymətlər də üzərindədir. Belə bir, bu da çox belə soyuq bir material kimidir. Belə baxız. Sərin bir materialdır. Enli modeldir. Bu da cibli. Bunun da rəngləri. Bu. Bir də bu. Rəngi qalıb. Ha, bu da var hələ. Belə bildim. Eynidir, amma fərqlidir. Fərqli 4 dənə rəngi qalıb. Sonra belə bir qəhvəyi rəngdə şal vardı. Bu da ölçü iləndir. Bu da beləncə enli modeldir. Belə. Bu da 35. Sonra remeni düz taxılmayıb. Səliqəsiz görünür. Baxın. Eyni şeydir. İşte şalvarlarımız da bu qədər. Yəni nə şalvarımız var idisə göstərdim sizə. Bu qədər. Hicabı göstərim sizə. Hicabın rəngləri. Bir də ki bu hicabların rənglərini demişdiniz göstərim. Göstərim məndə. Bu ipli modeldir. Sadəcə olaraq upakovkada belə rəngləri tam bilinmir. Baxız. Belə qara, tünd qəhvəyi, açıq qəhvəyi, sonra belə bozla belə qəhvəyi rəngi, qırıq beyaz, sonra beləncə rəng. Sonra bunlar hamısı iplilərdir. Bunu göstərdim. Xaki rəngi, göy, gül qurusu rəngi. Baxız belə bir modeldir. Qiymətinin üstündə gördünüz. Və belə, bu da ipsizidir. İpsizin də rənglərini göstərim. Ağ, sonra belə rəngi. Paçkada dediyim kimi, həm paçkada fərqli görünür, həm də ki kamerada fərqli görünür. Ona görə rəngləri tam söyləmək olmur. Qarası, boz, qəhvəyi, tünd, bordo. Bordovoy belə rəng. Bu qara da yoxsa nədir? Qaradır, sonra belə bir açıq rəng, sonra yenə qəhvəyi, sonra belə açıq. Belə qəşəng rəngdir, çox şeylə bu gedir bu rəng. Yəni belə bir rənglərdir. Olan rənglər bu idi deyə, elə bunları gətirdim. Lap açıq rənglərini gətirmədim.
Yadımda deyil, qalıb başqa rəngləri var idi ya yox. Çəhrayı ilə belənciləri inanmıram. Belə hicablar taxanlar elə rəngləri də taxsın deyə ona görə lap elə açıq rəngləri gətirmədim. Götürmədim yəni. Belə, yəni ki, onlar 11-ə də, bunlar 13-ə. Olanlar da kim istəsə gəlib götürə bilər. Bu modellər belədir. Hicabların növlərini çəkmə məncə ehtiyac yoxdur. Çünki bir videoda manekenlərin üzərində hansı modellər, bizdə hansı modellər varsa hamısını çəkib paylaşmışam. Burada məsəl üçün dolama şərfdir. Mənim üzərimdə olan şərflərdəndir. Çarpazlıdır, yumrusudur. Belə məsəl üçün belə bu hissəsi bitişik olandır. Buradan belə keçirdi, buradan iynələyirsiniz. Belə Kaliforniya materialında olan modeldir. Yəni baxın bu model şəkildədir. Çənəsi də var. Sonra kapşonkalılardır burada. Burada boyunluqlardır. Burada sadə sport hicabdır. Bunları indi daha bu videoya qoşmayım. Yəni çox uzun alınmasın deyə video. Bu qədər. Yəni bu qədər. Hicabların da o rənglərini də göstərdim. Deməli belə. Onda sağollaşım. Gələn videolarda da inşallah da onları göstərəcəm. Sağ olun, salamat qalın.